Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Bizdən tez-tez soruşulan suallardan da biri əliflə bağlı olan suallardır. Və fikirləşdim ki, bir video çəkim və orada Quran-ı Kərimdə olan əliflər barəsində danışım. Ümumən Quran-ı Kərimdə 5 əlif mövcuddur. Bunların birincisi Həmzətul Qat adlanır. Həmzətul Qat. Yəni, feilin önündə gəlir, hərəkə ilə oxunur. Ə, i, u. Əgər deməli, hansı hərəkətsə, deməli, onunla da oxunur. Və həmzə ilə yazılır. İkincisi, Həmzətul Vasıl adlanır. Həmzətul Vasıl. Həmzətul Vasıl, deməli, özündən əvvəlki sözlə birləşir, özündən əvvəlki hərfin hərəkəsini qəbul edir. Lakin, özülüyündə başlayarsa, özü üçüncü hərfin hərəkəsinə, həmin sözün və ya həmin feilin üçüncü hərfin hərəkəsinə bağlı olur. Üçüncü hərfin hərəkəsi ə, i olarsa i oxunur. Üçüncü hərfin hərəkəsi u olarsa damma u oxunur. Üçüncü növ əlif məd əlfidir. Oxunmur. Yalnız uzatmadır. İşi yalnız uzatmadır. Yəni, hər hansı bir, belə deyək də, faydası həmin feili iki hərəkə miqdarında uzatmaqdan başqa bir şey deyil. Dördüncü növ əlfimiz dairə şəklində, sukun şəklində olur, sıfır şəklində olur. Deməli, bu əlf-ü zəidə də adlanır həmçinin. Feillərin sonunda gələ bilir və bu oxunmur, ümumən oxunmur. Məsələn, kəfəru oldu o, məsələn, sözündə olduğu kimi. Əlif yazılır, oxunmur. Həmçin qeyd edim ki, bu sukun vavın və yənin üzərində də olur. Amma məsələ burada əliflə bağlıdır. Və beşinci əlifimiz əl-mustati ilə adlanır. Sukuna oxşayır, lakin biraz uzun formada olur. İndi şəkildə də görəcəksiniz. Bu əlif isə dayandığımız zamanı oxunur. Həmin sözdə dayansaq oxunur. Məsələn, ənə sözündə olduğu kimi. Həmçinin Əl-Fəthu Səbə mövzusu da buna aiddir. Və yalnız keçdiyimiz zamanı isə oxunmur. Deməli, xülasə, Quran-ı Kərimdə 5 növ əlif var. Həmzətul Qatı, Həmzətul Vasıl, Məd əlif, dördüncü, deməli, sukun formasında yumuru dairəvi əlif-ü zəidə adlanır. Forma o, oxunmur, ümumən oxunmur. Yazıda var, oxunmur. Ərəb dilindən qayda qanunlarla bağlıdır. Ərəb dilində məsələn cəm əlamətini bildirə bilər və s. Və beşinci mustati ilə adlanır, mustati ilə. Yəni, biraz sukuna oxşayır, amma uzun formada. Bu isə dayandığımız zamanı oxuyuruq, keçdiyimiz zamanı isə oxumuruq. Diqqətli olaq, Quran-ı Kərimdə olan əliflərə nəzər yetirək. Esselamu aleykum və rəhmətullah.